10-cu siniflərin ən böyük problemi və ali məktəb imtahanında uğur qazanmamağının səbəbindən danışacağıq. Səhifəni izləmək istəyirəm sizdən. Bismillah getdik. Ən böyük, yəni sözləri nədir? Bəhanələri. Bizim hələ qarşıda 2 ilimiz var. Birincisi, sənin 2 ilin yoxdur. 1 ildən sonra olur oktyabr ayı və buradan orada o tərəfə də çox az bir zaman qalır. Və nəzərə alsaq ki, sən o bir ilin içində hələ sənin 3 ay yay tətilində var. Bunun içində sənin istirahət vaxtın da var, Novruzu var, Yenili var, qarı var, şaxtası var, dərsə getdiyin, getmədiyin günlər var, İraq olsun, xəstələndiyin vaxtlar da, bütün bunları yığanda sənin 7-8 ay düzəməlli oxuyacağın gün qalıb ya qalmayıb. Amma sən nə etməlisən? Yəni problemi dedi, indi çözümü də deməliyik. Sən nə etməlisən? Sən 10-cu sinifdə 11-ci sinifəm kimi düşünməlisən. Özünü, yəni işi, məsələni 10-cu sinifdə artıq bitirməlisən. 11-də sadəcə ilk son toxunuşlar, son tamamlama işləri olmalıdır. Yəni sən tarix oxuyursansa 10-cu sinifdə lazım olan mövzunu dəli kimi 2, 3, 4 dəfə oxumalısan. Yay ərzində də onu təkrarlamalısan və blok fənninin hansıdırsa, həmin o blok fənlərindən yayda dayanmadan hazırlaşmalısan. Sən ömründə bircə 10-dan 11-ə keçəcəyin o 1 ay, 2 ay ömründə bir dəfədir. 1 ildir. Sən daha bir daha yəni 10-dan 11-ə keçməyəcəksən. Növbəti il artıq sən 1-ci kursa gedəcəksən, sonra 2, sonra 3, daha orada sən yayda oxumasan da olar, istirahət edəsən də olar, kəsirə qalsan da olar, bir təhər düzəldərsən. Amma sən bir daha 11-ci sinifə keçməyəcəksən. Deməli sən yəni 3 gün, 5 gün dənizə gedərsən, qurdunu öldürərsən, dağa gəzərsən, bu heç. Amma 10-cu sinifin yayında blok fənlərini dəli kimi oxuyacaqsan. 1-ci, 2-ci qrupsansa, nə bilim, riyaziyyat, fizika, coğrafiya, riyaziyyat bunların üzərində, 3-cü qrupsansa, Azərbaycan dili və tarix üzərində, 4-cü qrupsansa, hamısının üzərində. Qısası, sən blok fənlərini yayda qəti şəkildə dayandırmamalısan. Buraxış fənlərini isə bacarsan, onlayn qoşul, yorma özünü, təkrarlar ilə filan belə. Və 11-ci sinifdə sən artıq hər bir mövzunu keçmirsən, ancaq xırdalıqlara bax. Yəni sən 11-ci sinifdə təzədən toplu işləmə. Bax, başa düş. Təzədən 11-də toplu işləmək artıq sən artıq 11-ə kimi toplu filan hər şey bitir. Müəllimə de ki, müəllim, mənə bu il da nə toplu 2 il, 3 il işləyirəm də. Eyni kitabdan 2-3 il niyə işləsin? Hansı məntiqlə? 11-də artıq sən müəllimə de ki, müəllim, mənə əlavə şeylər işlət, əlavə testlər işlət. Məsələn, bizim indi blok qrupumuz açılacaq, inşallah blok qrupu, sonra buraxış 300 qrupumuz var. Biz həmin qrupu artıq toplu işlətmirik. Toplu nə indirəm işlərəm? Yəni uşaq topluya görə qalsa, yəni hər yanda var da toplu. Biz onları nə işlədəcəyik? Artıq plan budur ki, əlavə testlər blok səviyyəsində, imtahan səviyyəsində çətin tipli testləri işləməyəcək. Birdən gəldi